kargomuzu götürməyə. Bəli, nə gəlib görəsən ha ki oradan? Bilmirsən sən də. Gecədə düşür götürür. Qabağı bağlı, soyuqdur. Papağı ört başına. Küləyi görsən necə vurur? Ya Allah. Bu küləkdə bizə inşallah külək və yıldırımız divara. Qolumuzu götürdük, gedib evdə açaq. Görək nə var? Mən bildim yükəydi bu çıxıb. Cücədir. Cücədir, balaca kargodur. Deyib yox, bunu açaq gör içində nə var? İçinə büyük soğukdu, zat yemək şeyədir. Xeyr. Səhv təsəvvür elədim. Duxu? Mən duxu da sifariş verdim. Duxu nə yersən ki? Çox gəldi evimizə. Açaq görək nə var kargomuzda. Bəli. Haydi bakalım çocuklar. Hadi bakalım. Görək nə var içində. Açsan bir. O Yok neymiş sen? Aha, burada nə var? Gözlə, elə açma, cırarsan. Bu da nasıl ya? Bu Naçnoy gecə kremidir. Açma, ağzını açma, buradan baxacaq. Bu nədir? Bu gündüz kremidir. Gündüz? Aha. Axı bu da gündüz idi. O gündüz deyilən olmam. Bu krem для шеи и dekolte. Dekolte üçündür. Boğaz ətrafı. Ana açaydı baxaydı. Bu serumdur. İndi açarıq da yaxşı. Bu da ki göz ətrafı üçün olan kremdir. Baxın. İndi sərgə ilə açarıq, baxarıq. Nə açır? Sən sərgə ilə açamıyorsun. Gəl sən məni çək, mən açım. Mən çəkib, sən çək, mən aç. Ay bala, mən açım da. Dedim mən aça bildim. Cırarsan axı kağızını. Dadam. Dadam. Burada sərgəyi açdım. Deyirsən ki, Dadam. sərgəyi Bu göz açdım. ətrafı üçün olan kremdir. Sərgə ilə cırma kağızını. Ada. Qoyduq bura. Şu. Bağlayam. Sonra Ahəni götürəcəm mən. Götür. belə açaq. Buradan yeri ver. Skoşlanmayayım. Yox, skoşlanıb. Onda o birisini açıq. Bunun yeri var buradan açmağa. Cırma sərgə ilə. Hiç. Oo, bu da şeydi. Bak bu da oldu. Bu da kremdi. Bu oldu gecə kremimiz. Qoyma kutusuna içsən, qoy belə qalsın. Ha, bunu da açayım. Çəkər şəkildə. Bunu da açıb hey qoyardıydı. Yaxşı. Açsan. Deməli qızlar, mini bir bazarlıq var. İstəyirəm onu açam. Bugünkü çipisidir. Axşam kinomuz var. Sonra semişka. Evin olmazsa olmazı yumurta. Biz qayaldan alırıq yumurtaları. Valla kent yumurtası yine alırıq da ne olur bilmirəm. Sonra bu şarlar niyə alıblar? Heç bir fikir yoxdur. Yəqin ki evdə oynatmaq üçün. Əlavə rəsxotda amma alıblar. Sonra Bolu bəy üçün dəftər alır nənəsi. 1, 2, 3, 4 dənə dəftər aldı yeni. Dərsə başlayır. İnşallah ki bu dəfəki dərs maceramız keçən dəfə kimi çətin olmaz. Ümid edirik. Və sonra nə alıblar? Sonra bir toyuq var. Bunu onun alıp göndərib sağ olsun. Sonra... Bu da şarımı düşünməkdir. Şarını bilirsin. Mən də sordu. Bunu da yine anlayacağım göndərib. Toğrul bəy. bunu da anam göndər. Bunu da ben göndərib. Halalsa bilirsən, afərin sən. İndi isə neynirik, hazırlaşırıq. Sizə işdən vlog çəkirəm. Gördüyünüz kimi gəlmişəm, işdəyəm, nahar fasiləsindəydik. Mağazaya getdim, bir-iki aynı alınasıydı, almışam. İndi sizinlə baxaq görək. Nə almışam? Bu isə yediyim yeməyin qabıdır. Tənbəl Production təqdim edir. Yemişəm qabı orada. Otağımız çox balacadır, yəni gördüyünüz üzərə. Çox xırda otaqdır, 3 səfər otururuq. Yəni, dövrə şiddə. Əvvəlki qədimi işlər nətər orada tıq-tıq, bax, elə vəziyyətdə otururuq. Yəni, inşallah sağlıq olsa, bəlkə şənə baxsa, böyük otaqlarımız olar. Özü inanmıram. Amma yenə də. Səhər tezdəndən gəlmişik, işləyirik. Bu da bizim iş yerimizin şkafı. Gördüyünüz üzrə
Bir bunu tutuyorum çünkü elimde. Şimdi ben de bunu tutum. Düşmesin yere. Şimdi gedək görək, göstərim sizə mən nə almışam. Say biraz qıssın. Son 2 gündür nəsə şey olmuşam. Hər gün kofe içirəm. Günorta yeməyindən sonra. Bu kərəmdir. Evdə hazır ətim vardı. Qoymuşdum çölə. Dün evə qaydanda dolma fikim atım tez bazar. Safetdə almışam. Mən safetdə yiyirəm ümumiyyətlə. Sonra kofe almışam özümə içməyə. Semişka almışam. Bunu evə aparacağım. Və bir dənə də dərman almışam. Qəbizlik üçündür. Bilmirəm, işlətmisiniz yoxsa yox. Bu evdə lazımdır. Deməyim kaş lokum. Belə qızlar. İşlərdəki belə danı gedir özü üçün. Yaxşı gedir, pis gedir desəz. Yaxşı da deməzdim. Pis də deməzdim. İşimi təhvil vermək istədim. Başqa bir işçi var. Ona alınmadı. Qaldı yine üstümdə. Ərindiyimdən sonra çıxmıram. Görürsünüz, onu onun üstünə tökdüm. Özümə kofe aldım bir stəkan. İçim, ondan sonra bəlkə həvəsim olsa çıxacağım qapıdan bayra. Çöldə bayırda çox video çəkmirəm açığı. Çünki bizim iş yeri biraz şeydir. Sonra deyəcəklər ki, bütün günü video çəkir. Yəni, indi abed fasiləsidir. Ona görə sizin üçün video çəkirəm. İnşallah bu videonu da paylaşarım, onu bilmirəm. Amma əsas odur ki, çəkirəm. Allah qismət eləsin, biraz işlərimiz qaydasına düşsəydi. Elə istəyirəm ki, evdə oturum, dincəlim, narsız. Yəni, mən yorgunum, yorgun. Benim bedenim qışqırıyor, yorgunam deyə. Deyir, Aysel, dincəl evdə. Amma vaxt yoxdur, imkan yoxdur. Neyse, bunu qoyduq yemə. Gedək indi bacı. Kofomuzu tökək onun üstünə. Düzəldək. Ya Allah, görək nə qayırıq. Nə tər eləyirik. Bunu da qoydum da yadımdan çıxacaq, qalacaq. Bunu da qoyum sunkama. Belə bir dənə sunkam var. Bilməm, sizin varınızda belə sunkanız yoxsa yox. Yemək sunkası. İşə yemək gətirirəm. Sonra nə bilim. Lazım olan bəzi əşyalarımı bura yığıram. Məsələn, görürsünüz. Kosmetika şeyləri oradadır. Sonra məsələn, gördünüz, böyük neysə almışamsa atıram bura. İndi o kələmi bura yerləşdirsəm, yerləşdirəcəm. Yerləşməsə də keçsin. İndi də bacı, istəyirəm ki, biraz istirahət edeyim. Çünki hələ abedim qutarmağına var. Kofemi düzəldə sizinlə söhbət edeyim biraz. Ki, görəsiz, bu qız nə iş görür, nələrlə məşğuldur. Çox sağ olun. Videomun baxışını yenə düzəltmişsiniz. Allah köməyiniz olsun. Yenə yavaş-yavaş yaxşı baxışlar qazanır videoları. Bir ara ölmüşdü videolarımın baxışı. Kalbim kırılmışdı. Deyirdim, niyə belə olur görəsən? İndi şükür Allah, asta-asta düzəlir. Sizdən xahişim odur ki, yaxşı-yaxşı izləyin. Bir də istəyirəm ki, YouTube üçün də şey qoyum. Nə deyirsən ona? Hədiyyə qoyun. Necə baxırsınız qızlar? Onu eləsəm daha maraqlı olarmı sizin üçün? Məncə motivasiya üçün maraqlı olar. Fərqlilik olar da. Biraz insanlara maraqlı gələr səhifəni izləməyə almaq. Oy, necə fikirdir? İndi nə verirəm? Kofla düzəldirəm. Aşk olar. Kofla. Mən əgər YouTube üçün şey eləsəm, hədiyyə qoysam da, yəni, onda şey eləyəcəm. Sadəcə səhifəmi izləməyinizi, bir də həmin o videonu bəyənməyinizi şərtim olacaq yəqin ki. Böyle. Çayımızın içinə kofemizi tökdük. Bu kofenin qiyməti 46 qəpikdir. Neçədir, belə bir şey olmalıdır. Əvvəl biraz münasibidir, sonra qaldırdılar. Hər şeyin qiymətini qaldırdıqları kimi. Mama günlər deyirdi ki, maaşlar qalxıb, amma bizim maaşlardan xəbər yoxdur. Səs soraq yoxdur ümumiyyətlə. Maaşla bağlı. Dedim, heç zat qalxmasınlar, veriq. Müvəqqəti də belə eləyək. Mənim kalendarıma baxın, qızlar, bu dəfə birlikdəndir. Görürsünüz, nə qəşəkdir. Üstünə işarələyirəm. Gün qutardıqca işarələyirəm. Bugün 8-dir, işarələmişəm ki, 8-ni də yola saldıq. İşte abedə qədər 8-ni seyni yaşayırsan, deyirsən ki, abedə qədər günün hələ getməyib baxa. Abeddən sonra deyirsən ki, ayın 8-ni yola saldıq, qutardı.
Kofemizi də düzəltdik. Kofemizi içə-içə istəyirəm ki, telefonumda neysə qoşum, baxın. Bir sənə göstərmək istəyirəm, baxın, hesabatımdır. Görürsünüz nə vəziyyətdədir. İndi onun hesabatını eləyəcəm, prosto hələlik dincəlmək istəyirəm. Biraz neysə qoşum, telefonda baxım, dincəlim, hələ abeddir də. Abedi dəyərləndirim, çünki abed qutarından sonra vaxtım olmur. Sonra keçəcəm bacılar işləməyə. Yəqin ki, videonun davamını da bəlkə evdə çəkərəm. Bəlkə də elə belə yekunlaşar, bilmirəm. Təmiz qız olaraq bankamı getdim, yudum. Gördüyünüz kimi. Bunu da atım sunkama. Dağıtdım aybat. Bunu da atım bura getsin. Sonra isə gedək bu şkafın üstünü düzəldək. Bu şkafın üstü iç kökündədir bacı. Mən əvvəllər tək otururdum. Tək deyəndə bir işçimiz vardı, onunla otururdum. O da yəni sərgəli uşağıdır da. İndi 5 arvada otururuq bacı. Ortalıq yenə də dağınıqdır. Hərəmiz bir dənə şey çıxardırıq. Dolur bura. Olur avariyni vəziyyət. Bunu da yığdıq bura. Bu nədir? Bunun içində heç nə yoxdur. Buranın da stəkanlardır. Bunları qoyaq. Rəqdən qalsın. Çaynikimizin də uzun. Qalıq böyle. Meyvelərimiz. Elə istəyərəm ki, ayrı bir otaq olsun. Yalnız oturam. Mən yəni sevirəm tək oturmağı falan. Həm təmizlik baxımından, həm də saçsızlıq baxımından rahat olur. Bunlar böyükdür. Bunu yığışdırım biraz. Evdə az yer yaşayırım. Biraz işdə yer yığışayım. Yığışdırım bacılar. Kocama duxalmışıq odur. Bunu yox qırağa. Bunu qoyum burağa. Bunu da bunun yanına qoyum. Hələlik. Bunu atım geçsin. Bunu da qoyum. Bunu qoymuşsun ama yadımdan çıxmamış. Bu da solpetçə. Ona yerləşmədi. Saxır belə də bir cübürtə deməyi qoyduq. Salfetkam yox idi, evdən gətirmişdim onu. Bir müvəqqəti işlədim. Bugün getdim axır çözümə salfetka aldım. Bu ümumiyyətlə biraz psikopat adamı. İstirahətə. İstirahətimiz nə olacaq? Çipsiyle şunlara bakmaya. Bu da mənim hazırladığım çekis. Çekis hazırlamışsın. Gör nə qəşəngdir. Səncə mənim hazırladığım çekis qəşəngdir, yoxsa çöldən aldığımız çipsi? Sen adın çekis. Eşeğinin kupan ölüme düşe 5 düşür, 5. Bu oğlana 5 düşür. Bu oğlan çörək tapacaq. Arasına koymağa kalbacar da tapacaq. Hə qızlar, neysə. Çekisini koyun buna. Sonra bir əlində 5 karpuz tutma balam. Valla 5 karpuz tutursan. Başa düşmürsən ama. Neyse. Çekisimizi kəsirəm. Kəsməmişdən yox, o şəklini çəkin. Keyifdir, bu boyda zəhmət çəkmişəm. Daha bir məhsul açılımı videosu ilə qarşınızdayım. Məncə bu videoları çox sevirsiniz. Ona görə mən də deyirəm ki, bu videolardan çox paylaşın. Deməli qızlar, haberlikdən belə bir paltarların renkləri qarışmasın deyə nə deyirsiniz bunu, ondan almışım. Bildiğiniz salfetka. Sonra kremlər almışım. Bunu kesinlikle shorts videosunda göstərmişdim. Dedim bu videoda da göstərim ki, siz də görəsiniz və sizin üçün də bəlkə marifə olar. Deməli bir əl kremidir. 3 addımdan ibarətdir. Bu üçü kremdir, bu üçü. Bu isə skrabdır. Yəni əlinizi birinci skrabdan təmizləyirsiniz, sonra birinci addım, ikinci addım və ən sonda isə üçüncü addım var ki, ümumi ələ kullanılır. Bu belə bir təməni var. Bu da mən həmişə təməniləri falan mağazadan alırım. Bu dəfə Faberlikdən aldım. Dedim, Faberlikdə almalıyım da, niyə də almayayım?
və belə bir şotka var, canlarım mənim. Başında şotkadır, özü isə qaş üçün şeydir, tendir. Mənim qaş tenim yox idi, daha doğrusu var idi, qutarmışdı, ten formasındaydı. Bu da karandaş formasındadır. Yəqin ki, yaxşı olar deyə fikirləşirəm. Sonra belə bir bədən kremi almışam. Bu da çox qəşəngdir məncə. Çünki qoxusuna baxdım, yəni çox qəşəng açamadım indi. Tərkibində bal var, 24K yazılıb. Yəqin ki, bu da nəsə qızıl tozu falan bir şey olmalıdır. Və bunun üçün məndən sonra istifadə edəcəm. Həqiqətən çünki mən fikir verirəm, mənim son vaxtlar dərim çox quruyur da, qollarım falan qupquru olur. Ona görə fikirləşirəm ki, bundan istifadə edərəm çox ehtimal. Və bu isə əl kremidir, yarışda olan əl kremindəndir. Bu həm ələ gedir, həm də ki, deyəsən bədənə gedir. Lifting Pitatiyanı, yox əl kremi deyilmiş, aşkı üz kremiymiş, sorry me. Üz kremidir, yəni həm ələ gedir, həm də bədənə gedir. Если что, mən niyə eyni şey deyirəm yenə? Üz kremidir, nöqtə, qutardı, başqa variant yoxdur. Üz kremidir, üz kremi kimi istifadə etmək istəsəniz, buyura bilərsiniz. Gəlmişəm qızlar, evdə yəni dolma pişirməyə çalışıram. Soğanını çəkdiyini sıxdım qəşəng. Mən ümumiyyətlə dolmaya sıxılmamış soğan vura bilmirəm. Bilmirəm, bəzən qızlarda görürəm vururlar. O nötər vururlar mənə çatmada. Elə bilirəm ki, bütün acılıq, nə bilim, deyil hamısı keçdi o dolmaya. Ətim də çəkilmiş, ətimi qoymuşdum çölə. 5 dəqiqə kələmi də bu qız pörtdətdi. O oldu qəşəng. İndi cem toğrul bəyin otun yanında başlayayım yavaş-yavaş onu dolma eləməyə. Saat neçə hazır olar, yalan deyərəm. Amma yəqin ki, uzağı bir saata hazır olar inşallah. İşləməyin çatma tərəfi işdə budur bacı. Qaçaqovla hər şeyi çatdırmağa çalışırsan. Qıraqdan da baxan deyir ki, bəxtəvər işə gedir, işdən gəlir, maaş alır. Gedim düyünü də götürüm. Paltarlarım da yığılıb, daha doğrusu yığılıb ora. Onlar da yığılıb. Görünüsü də dedim yığılıb. Beynim yerol verir. Paltarlarım da yığılıb ora. Şey eləməliyəm, sən də təzədən yığışdırmalıyam. Qotdalayıb qoymalıyım yerinə. O gün həyat yoldaşıma yumru düyü tapışmışam. Gedib istifadə eləmədiyim bir şeydir. Yumru düyü alıb da yəni. Bilmirəm, mənim aldığım yumru düyülər daha belə qəşəng görünürdü. Bu yumru düyü elə bir ağla sarının qarşılığı bir şey kimi. Bir acayip gözüküyor arkadaşlar. Mən düyü olarak sultan işlədim. Uzun düyüdən. Şeydəki, nə deyirsin ona? Yumru düyüdəki bir dənə düyü var, bilməm adı nədir. Amma belə video xoşuma gəlirdi həmişə. Mən videoma bax, yəni. Birdən deyirsiniz, bu qız niyə bu gündədir? Bu qız işdən gəlir, qaça-qaçdan yemək pişirməyə çalışır. Ona görə bu gündə. Bunu da yuduq atdıq bunun içinə. Göyərti vurmayacağım, çünki göyərti almamışam, yadımdan çıxıb da. Nem olmasın da, nəməz qoyduğu göyərti olsun. Dəfədə belə olsun. Ədviyyatlar da gətirim vurum, bazı. Bu duzumuz. İnşallah ki çox olmaz. Nətərən dərdim az üçün. Bu da sarı kök. Ətin çox duz götürəm. Tökülən yerindən bir cibdən duz götürüm. Güyüm bunu gəlim. Düz deyil, kələmə heç nə vurmamışam. Yəni, qaynadanda kələmə duzlatılmamışam da. Yəqin ki, duzda olmaz. İnşallah. Gözümün yaşı qurmalıyım. Qızlar, dolmam hazırdır. Gördüyünüz kimi üstünə yağı da qoymuşam. Belə qəşəng suyunu tökdüm. İndi də bu qabı üstünə qoyuram. Üstündən də qapağını qoyuram. Göndərirəm bişməyə. İnşallah ki, dadı da görünüşü kimi qəşəng olacaq.
Bu qız qoçaq qızı. Gördünüz, işdən gələndən sonra kələm dolması bişirdi. Yəni elə də asan diş deyil. Amma bu qız bacardı. Özü də neçə saata? Cəmi saata. Çünki gəldim, baxın görürsünüz, soğanımı falan soydum, elədim, təmizlədim. Onun içinə qoyum, çirk olacaq. Qəşəngcənə birinci kələmi pörtləşdirdim bacım. Bu da 2 dənə kələmdən qalıb hələ buradadır. Görün bəlkə onu da doğrayıb bəlkə eləyim. Kələm qızartması eləyirlər ondan. Yoxsa eləməyim dayı, onu bilmirəm hələ. Burada paltarlarım da var. Bunları da yığmalıyam bacım. Ümumiyyətlə mənim işim bildiyim qutarmır da yəni. Niyə belə olur bilmirəm. Bunlar yaşlı, yox, yaxşı da quruyubdur. Benim işim qutarsaydı 5 dəqiqə oturub bir dincələ semişka çıxıyordum. Semişka almışdım işte. İstəyim 5-10 dəqiqə oturum, özümə gəlim. Ondan sonra gəlib davam edərəm. Gəldik, çıxdıq hara? Salona. Gedirəm özümə telefon almağa. Gedək görək nə tapırıq. Axşam Toğrul nənəsi gildə qalıb. Axşam Toğrul nənəsi gildə qalmışdı. Gedirəm indi onu götürəm. Sağ olsun, hər 5-ci nənəsi çalışır mənə kömək eləsin. Çünki evdə işim çox olur. Uşağı kimsə saxlamalı ki, mənim işlərimi görür. Və hazırıq gedir. Görək başımıza bugün nələr gəlir. Çalışıram hər dəfə nəsə bir aktivitem olanda vlog çəkim. Ancaq ki, bu hər şəraitdə uyğun olmur. Hansısa bir restorana gedəndə, mağazaya gedəndə biraz çətin olur. İndi taksi gəlibdir. Taksiyə minib gedəcəyim inşallah. Satmışam, amma taksi yoxdur. Normalda taksi insanı gözləməlidir. Bizdə mən taksiyi gözləyirəm. Taksi gəldi. Nəyə də baxalım, maşından verirlər taksiyə.